Hello, dear children. Salam, əziz uşaqlar. Unit 6, Lesson 1. 6-cı bölüm, 1-ci dərs. Exercise 1 on page 50. Birinci tapşırıq, səhifə 50-də. Listen, dinlə. Then echo. Daha sonra təkrar et. Uşaqlar, gəlin oxuyaq, tərcümə edək. Tree, ağac. Plant, bitki. Butterfly, kəpənək. Caterpillar, tırtıl. Frog, qurbağa. Ladybug, parabüzən. Gəlin birlikdə yenə tələffüz edək. Tree, plant, butterfly, caterpillar, frog, ladybug. Gəlin birlikdə dinləmə mətnini dinləyək. Vocabulary. Vocabulary. Tree. Tree. Plant. Plant. Butterfly. Butterfly. Vocabulary. Vocabulary. Caterpillar. Caterpillar. Frog. Frog. Ladybug. Ladybug. Vocabulary. 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 Exercise 2. İkinci tapşırıq. Listen and point. Dinlə və göstər. Uşaqlar, gəlin öncə oxuyaq, tərcümə edək, sonra dinləmə mətnini dinləyərik. Nature walk. Nature təbiət, walk gəzinti deməkdir. Təbiət gəzintisi. What are they? What nə deməkdir? Are-dır şəkilçisidir. Cəm halında işlənir. They onlar deməkdir. Onlar nədir? What? Nə? Where? Harada? Look, look, look. Bax, bax, bax. Over there. Orada və ya o tərəfdə. Uşaqlar, bu dinləmə mətninin nəqarəti idi. They're butterflies. They are sözünün qısaldılmış formasıdır. Onlar kəpənəklərdir. Uşaqlar, bir kəpənək butterfly. Çox sayda kəpənəklər butterflies adlanır. Uşaqlar, sözlərin sonuna s və ya es şəkilçisi artırmaqla onları cəm halda işlətmək olur. They're ladybugs. Uşaqlar, ladybugs cəm halındadır. Parabüzənlər deməkdir. Onlar parabüzənlərdir. Uşaqlar, 3-cü tapşırıqda bu tapşırığın davamıdır. Gəlin onları da oxuyaq və tərcümə edək. They're frogs. Onlar qurbağalardır. Frogs cəm halındadır. Bir qurbağaya frog deyirik. They're trees. Onlar ağaclardır. Uşaqlar, ağaclar sözü də cəm halındadır. Bir ağaca tree, daha çoxuna isə trees deyirik. Uşaqlar, bu tapşırıqla bağlı olan dinləmə mətnimizi dinləyək. Nature walk. Yeah! Whoa! Look! What are they? What? Where? Look, look, look! Over there! They're trees! They're trees! They're trees! Let's go! Yeah!
Awesome! Butterflies! What are they? What? Where? Look, look, look! Over there! They're ladybugs! They're ladybugs! They're ladybugs! Come here, ladybug! Come here, little ladybug! Come on! What are they? What? Where? Look, look, look! Over there! They're frogs! They're frogs! They're frogs! Yes! Come on, Froggy! Ribbit, ribbit! Exercise 3. Üçüncü tapşırıq. Sing, oxu. Nature walk, təbiət gəzintisi. Uşaqlar, biz üçüncü tapşırıqda olan cümlələri artıq ikinci tapşırıqda olan cümlələrlə birlikdə oxuyub tərcümə etmişik. Burada biz yenidən ikinci tapşırıqda olan dinləmə mətnini dinləyə bilərik. Exercise 4. On page 51. Dördüncü tapşırıq. Səhifə 51-də. Point, ask and answer. Göstər, soruş və cavabla. What are they? What nə? A'dır şəkilçisi cəm halında. They onlar. Onlar nədir? They're butterflies. Onlar kəpənəklərdir. Uşaqlar, their sözünü daha uzun formada they are olaraq da tələffüz edə bilərsiniz. Uşaqlar, what are they sualına, yəni onlar nədir sualına müxtəlif cümlələrlə cavab vermək olar. Məsələn, they're frogs. Onlar qurbağalardır. Və ya they're ladybugs. Onlar parabüzənlərdir. Uşaqlar, 51-ci səhifənin üst hissəsində biz i hərfini görürük. Biz ötən dərsimizdə i hərfinin qapalı hecada e səsi ilə səsləndiyini öyrənmişdik. Məsələn, pen, qələm və ya bed, çarpayı, pencil, karandaş. Bu dərsimizdə isə i hərfinin açıq hecada, sonu saitlə bitən hecada uzun i olaraq qaldığını öyrənirik. Məsələn, Pete. Uşaqlar, bu söz bir oğlan və ya bəy isminin qısaldılmış formasıdır. Bir daha təkrar edək. Saitlə bitən heca açıq heca, samitlə bitən heca isə qapalı heca adlanır. İngilis dili ilə bağlı istənilən sualı şərh yerinə yaza bilərsiniz.